Sərdar Əlibəyli 22 iyul 2009-cu il Azad və Milli Mətbuatın son günü. O gün milli mətbuata zindan, milsiz mətbuata pul para əta olundu. Hə, çox hörmətli cənab İlham Əliyev və istəkli oxucum. Dünyanın belə də işləri olurmuş və bu məmləkətin haralara gəldiyini, bu millətin nə günlərə düşürüldüyünü düşünəndə adamı dəhşət bürüyür. Bununla belə həyat davam edir və həyat davam etdikcə də bir türlü yollarını bulub yaşamaq da lazımdır. Mən isə bu gedişatların sırasında bir şeyləri doğru qavrayıb, düzgün cavablar tapmaqda zorlanıram. Günün günorta çağı Bakının göbəyində böyük bir ali təhsil ocağını qan çanağına çevirib, millətin onlarla övladlarını qan gölündə boğurlar və yetimin birini öldürüb, hər şeyi onun üstünə ataraq, sanki heç nə olmayıbmış kimi gül bayramı keçirib, ardınca da ümummilli liderin şəninə atəşfəşanlıq yapanlardan da çox idimi bizim cinayətimiz. O boyda cinayətə görə hələ bir nəfərdən də məsuliyyət tələb etməyənlər və bunu etməyə borclu olanlar sifarişli məhkəmələr qurub bizi cinayətkar elan etdirdilər. Yaxud da dövlətin çox önəmli hərbi qurumuna rəhbərlik edən generalın boynunun kökündən ayı gülləsi vurub beynini dağıtdırdılar və aylar ötsə də hələ bunun hesabını verənlər nə də məsuliyyətini daşıyanlar var, ancaq sıradan bir yazıya görə 8 aydır ki bizi məhkəmələrdə sürüyürlər. Hacı Məmmədovun özünün və bandasının məhkəməsi belə 8 ay çəkmədiyi halda bir qəzetdə gedən sıradan yazılara və tənqidə görə aylarla məhkəmələr keçirməyin, üst-üstə bir-birindən ağır hökmlər çıxarmağın hansı məntiqə və mənaya sığdığını anlaya bilmək doğrudan da zor bir məsələdir. Hələ mən Ziya Bunyadov, Şəmsi Rəhimov, Afiyəddin Cəlilov, Fətullah Hüseynov kimi dövlət və ictimai siyasi xadimlərini qətlə yetirənlərin hələ də faili məchul olan cinayətlərindən danışmıram. Elmar Hüseynova qarşı törədilən qanlı terrorun açılma məsələsi hələ ki sıfır nöqtəsindədir. Bu nə qanundur, bu nə hikmətdir, bu nə dövlətdir, bu nə ədalətdir belə, cənab prezident? Məgər siz özünüz bir müddət öncə keçirdiyiniz müşavirələrdə nazirlərin və komitə sədrlərinin Maliyyə Nazirliyinə şişirdilmiş büdcələr göndərdiyindən, elə bu nazirliklərdə və bu komitələrdə, eləcə də digər dövlət və hökumət qurumlarında çalışan qulluqçular, iri Çinli məmur və generallar bu qədər təmiz, pak idilərsə və öz şərəf və layaqətlərini bir belə həssascasına qorumaq əzmində idilərsə, o zaman 8 milyonluq efirdən birbaşa prezidentin dilindən səslənmiş iradlara görə nədən sizi özünüzü də xüsusi ittiham qaydasında məhkəməyə verib həbsinizi istəmirdilər? Məgər biz nə yazmışıq ki? Deyilənlərin miqyasına baxanda siz milyardlardan, bizsə qəpik quruşdan danışırıqsa, bizi məhkəməyə verib sizə çəpik çalmağın məntiqini necə başa düşürük ki? Hər halda bütün bunları bir düşünmək, bir araşdırmaq lazımdır. Əgər bu ölkədə qanunlar və konstitusyon hüquqlar həqiqətən də hamı üçün bərabərdirsə və istər buradan doğan hüquqlar, istərsə də vəzifələr hamıya eyni dərəcədə şamil olunursa, o zaman şəxsən mən belə düşünürəm ki, indi məhkəmələrdə İlham Əliyevə qarşı çıxarılmalı hökmlərdən doğacaq cəzaların miqyası təxminən barəsində danışdığımız milyardlarla qəpik quruşların nisbətində olmalıydı. Görünür, burada qanun və konstitusiya qarşısında bir ayrı seçkilik, bir yuxarıdan aşağı baxma və ölkə vətəndaşlarını sortlara bölmə məsələsi var. Mən özlüyümdə bir məntiqi də heç anlaya bilmədim. Əgər lap hesab etsək ki, məhkəmələrin bizim barəmizdəki hökm və qərarları hərfi-hərfinə özündə tam həqiqəti ehtiva edir, o zaman tutaq ki, şərəf və layaqətinə toxunulmuş 2 generalın və 3 generallığa namizədin toxunulmuş şərəf və layaqətinin qiyməti 17 manat 50 qəpik cəriməyə, ancaq sıradan bir vətəndaşın eyni qaydada incidilməsinə görə 3 nəfərə ağır hökm oxumağın hansı məntiqə əsaslandığını söyləmək çox çətindir. Bütün bunlar öz yerində, lakin baş verənlərin haradan və nədən qaynaqlandığının ən doğru cavabını mən bilirəm. Məsələ burasındadır ki, hələ Mətbuat Şurası Nota qəzetini reket elan edib, qəzetimizi qanunsuz və məhkəməsiz həbs edən gün bəndənizə kifayət qədər məlumatlı və birbaşa ilkin mənbələrə çıxışı olan bir şəxs açıqca bunları söyləmişdi. Sərdar bəy, sənin özün də, qəzetin də, yazıların da, baş redaktorluğun da artıq ciddi problemə çevrilib. Sənin barəndə ən üstün səviyyədə artıq müzakirələr də olub, qərar da verilib, səni bu cür işləməyə qoymayacaqlar. Əgər başının salamat qalmağını istəyirsənsə, ən azı bir müddət də olsa ya baş redaktorluqdan get, ya da qəzetin kursunu dəyiş. Əks təqdirdə daha ağır problemlərlə üzləşməli olacaqsan.
Niyə bir şeyi başa düşmək istəmirsən ki, bu boyda ölkədə təkcə sənə görə hətta qanunlara belə dəyişiklik edilir? Buyurun, bu da sizə nəticəsi. Bir də barəmizdə çıxarılmış məhkəmə hökmünün PS notanın ilk nömrəsinin işıq gördüyü həftəyə təsadüf etməsi də mənə zamanında olunmuş xəbərdarlığın birbaşa nəticəsi hesab olunmalıdır. Ayrıca sözü gedən şəxsin mənimlə bu qədər açıq danışmasını da təsadüf saymıram və görünür, o sadəcə tapşırıq yerinə yetirirmiş. Bu arada baş verənlər də həmin adamın haqlı olduğuna dəlalət edir. Ötən sayımızda oxuculara müraciətlə yazdığım son yazı və biz yolumuzdan da, mövqeyimizdən də çəkilmirik söyləməyim ardınca növbəti xəbərdarlığı gətirdi və aldığımız 3 aylıq həbs cəzası, eləcə də bu cəzanın icrasının appellyasiya müddətinə qədər təxirə salınması da növbəti xəbərdarlıqdır. Lakin hələ düşünüb daşınmağa, növbəti qərarlar almağa xeyli zamanımız var. Ardınca da 3 aylıq həbs cəzasını götür-qoy etmək üçün əlavə fürsət hesab edirəm. Hər halda bir şeyi hamı bilsin ki, 3 ay yox, 13 ay, 13 il həbs cəzası alsam belə nə mövqeyimə, nə də getdiyim yola bir qətrə, bir zərrə qədər də xəyanət etməyi düşünmürəm. Düşünüb daşınmaq, götür-qoy etmək deyəndə isə tamam ayrı şeyləri nəzərdə tuturam. Çünki artıq bundan sonra atıla biləcək addımlar həm də ona görə dəfələrlə ölçülüb biçilməli, götür-qoy edilməlidir ki, ortada dövlətin imic və nüfuz məsələsi var. Təbii ki, belə məsələlərdə emosiya və ya ehtiraslara qapılmaq qaş qayıran yerdə gözün də çıxmasına qədər gedib çıxa bilər. Zira mən bütün hallarda dövləti göz bəbəyi kimi qorumaqdan, ən azı buna çalışmaqdan və bunu unutmamaqdan yanayam. Hər halda zamanı gəlincə bu barədə də düşüncələrimizi oxucuların da ictimai rəyin də müzakirəsinə təqdim edəsiyik. Burada çox önəmli bir məsələ də var ki, mütləq barəsində danışılmalıdır. O da bizə çıxarılan məhkəmə hökmünün məhz milli mətbuat gününə təsadüf etməsidir. Azərbaycan hakimiyyətinin ciddi cəhdlə bütün dünyaya mətbuatla ilişkilərini, münasibətini normallaşdırmaq istəyini nümayiş etdirmək üçün addımlar atdığı və bu yöndə adı rəzalətdən başqa bir şey olmayan pul-para xərcləyib mətbuatı satın almaq istədiyi bir zamanda məhz mətbuat günündə 3 jurnalistə ağır məhkəmə hökmünün çıxarılması hakimiyyətin atdığı bu dırnaqarası humanist addımı heçə endirməkdən başqa bir anlama gəlmir. Təsəvvür edin ki, hakimiyyətin təmtaraqlı tədbir keçirib, nümayişkaranə şəkildə mətbuatın inkişafı üçün maddi və mənəvi yardımda bulunduğunu dünyaya yayacaq informasiyaların ötürülməsinə bir neçə saat qalış, jurnalistlərin həbs olunması ilə bağlı məlumat bütün teletayplardan beynəlxalq ictimaiyyətin diqqətinə çıxarılıb. Bu isə o deməkdir ki, hakimiyyətin aylarla hazırladığı və öz xeyrinə beynəlxalq dəstəyə hesablanmış işlərin hamısına bir quş. Bütün bu olub bitənlərin məhz milli mətbuat günündə baş verməsi isə həqiqətən də işin içində iş olduğundan xəbər verir. Əslində, o gün Azərbaycanda milli mətbuata zindan, milsiz mətbuata pul-para eta etməklə Azərbaycan hakimiyyəti bir daha öz iç üzünü və əsl məqsədlərini ortaya qoymuş oldu. Bir sözlə, kim nə deyir desin, mən yenə də o fikirdəyəm ki, bizim problemimiz nə bu özünü bilməz generallardır, nə də o biri vətəndaşlar. Nota qəzetinin və şəxsən bəndənizin bütün problemləri birbaşa Azərbaycana hakim qılınmış zehniyyətdən qaynaqlanır. Ölkəni yönətən fəlsəfəni yazanların qələmindən bu yönətimi birbaşa idarə edənlərin yastığının altından çıxır. Asif Mərzilinin həbs məsələsi də bir daha sübut etdi ki, İlham Əliyevin xəbəri olmadan Azərbaycanda jurnalist həbs etmək mümkün deyil. Yoxsa sözbəsöz, sətir-bəsətir bizim barəmizdə çıxarılmış hökmün təkrarı olan bir qərarla həbs olunmuş Asif Mərzilinin işinə birbaşa prezidentin reaksiya verməsinin ayrı nə adı ola bilər? Bir də ki, bəndənizin son 2 illik mətbu fəaliyyətinin məhsulu olan məqalələrin 99,9%-i birbaşa İlham Əliyevdən, bəzən də hakim ailənin digər üzvlərindən bəhs edibsə, o zaman bizi məhkəməyə çəkənlərin sifariş yerinə yetirmədiklərini söyləmək olduqca çətindir. Təkcə Nota qəzetinin işıq üzü görmüş 29 sayından azı 20-sinin manşet xəbəri bu və ya digər şəkildə İlham Əliyevlə bağlı olubsa, o zaman sifarişin haradan və ya kimlərdən gəldiyini heç düşünmək də lazım deyil.
Əks təqdirdə belə çıxır ki, ya İlham Əliyev qədərindən artıq humanist adamdır və qədərindən artıq liberal düşüncə sahibidir, ya da onun bütün açıqlama və bəyanatları sadəcə publikaya hesablanmış blefdən savayı bir şey deyil. Şəxsən mən indiyədək yazdığım bütün yazıları və ölkənin ən üstün səviyyəli adamlarının tənqidini yazarkən birinci variantı üstünlük vermişəm. Hesab etmişəm ki, İlham Əliyevin bizim yazdıqlarımıza bu qədər loyal, səbirli və təmkinli münasibət bəsləməsi məhz cənab prezidentin mətbu politikasının göstəricisidir. Həmçinin o bununla digər məmur korpusuna və vətəndaşlara da öz şəxsi nümunəsində örnək olmaq istəyir. Bu baxımdan hər gün İlham Əliyevin siyasətini dəstəklədiyindən danışan və bu yöndə hər cür məddahlıq və yaltaqlıq nümunələrindən istifadə edən, hətta istər İlham Əliyevin, istərsə də hakim ailə təmsilçilərinin çəkmələrini belə yalamağa hazır olanların prezidentdən fərqli addımlara getmələrini başa düşmək qeyri-mümkündür. Bu da bir daha onu sübut edir ki, bizim ətrafımızda cəryan edən proseslərin hamısı ən üstün səviyyələrdən gələn sifarişin nəticəsi kimi qəbul olunmalıdır. Hər halda bunlar mənim subyektiv düşüncələrim və gəldiyim qənaətlərdir. Bununla belə, Milli Mətbuat Günündə yazılarında əsasən tənqidi mövqeylərlə çıxış edən iki baş redaktora məhz tənqidi yazılarına görə həbs qərarının çıxarılması Azərbaycan hakimiyyətinin azad sözə və azad mətbuata münasibətinin birbaşa göstəricisidir. 22 iyulda sadəcə jurnalistləri yox, azad sözü, azad vicdanı, azad mətbuatı, bütövlükdə isə demokratiyanı və azadlığın özünü həbs etdilər. Qarşıda nələr olacaq, bütün bu olub bitənlər nə ilə yekunlaşacaq, orasını zaman göstərər. Mənim üçün olub bitənlərin hamısı uca Tanrının yazdığı tale idi, alın yazımdı. Mənim nə Tanrının yazısına etiraz etmək, nə də öz taleyimdən qaçmaq imkanlarım və gücüm yoxdur. Ancaq Tanrının verdiyi az-çox ağla və məntiqə söykənərək öz davamımı aparmaq, öz yolumu getmək haqqım da var. Tanrı bu yolda hər kəsin, o cümlədən də bizlərin köməyi olsun. Haqq isə nə qədər naziksə də sınan deyil. Sağlıq və azadlıq olsa, gələn həftə görüşənədək. Bu yazının parafrazı da Dərviş Cavanşirdən gəldi. Şah sağ olsun, özün dedin. Özün də gəl, vur boynumu. İlana da yer vermişəm. İnanmırsan, gəz qoynumu. Haqqın sayın var boynumda. Boynum ki, qıldan nazikdir. Məni cəllada tapşırma. Onsuz da başım kəsikdir. Əvvəl qollarımı vurum. Əlim Allaha çatmasın. Qoy ölümüm haqdan gəlsin. Bəndə günaha batmasın. P.S. Mən bir şeydə başa düşə bilmədim. Qəzetlərində palaz-palaz səhifələr yerləşdirib, Eynullah Fətullahevə azadlıq, Qənimət Zahidə azadlıq diləyən və heç olmasa Mətbuat Günündə onların əffini gözləyən qəzetlər hakimiyyətin onlara əta etdiyi 10.000 manatı hansı üzlə aldılar? Vallah, adamlar doğrudan da səmimi deyillər. Bizim də başımıza gələnlərin çoxu görünür səmimiyyətdən doğur. Bu ölkədə insanlar ya olduğu kimi görünmədikcə, ya da göründüyü kimi olmadıqca hələ dərdlərimiz, problemlərimiz çox olacaq. Hər halda, bircə baş redaktor özündə cəsarət tapıb, mən bu diqqətə görə minnətdaram, ancaq Qənimət Zahid və Eynullah Fətullayev həbsxanada olduqları üçün bu mükafatdan imtina edirəm deyə bilsəydi, bəlkə də o axşamın seyri tamam dəyişə bilərdi. Hətta güya öz məhbus baş redaktorunun azadlıq mücadələsini verən, azadlığın da buna cəsarəti və nəfsinə gücü yetmədisə. Nota qəzeti, 26 iyul 1 avqust 2009-cu il.